İndi işdən gələm və bunu gətirmişəm. Mənə deyirlər ancaq heyvanları öldürməklə, nə bilim, öldürənləri paylaşmaqla məşğulsan. Və bunu gətirmişəm. Neçənci pişikdir evə gətirirəm. Bunun gözləri çiş bağlayır. Neçəncisidir. Bunu təmizləyirəm, dərman vururam. Hətta paylaşım eləmişdim o birisini. Bundan qabaq bir neçəsini həkimə aparıram. İğnə vururlar, vitamin falan bunları buraxıram. Yəni bunlar mənim düşmənim deyil. Bunlar heyvandır. Hamımız bax bu canlıdır, Allah Taala yaradıb. Amma mən sadəcə çöl heyvanlarını hansı ki quduzlaşıblar, onlar əleyhinə bir tədbir görülməsini istəyirəm və həmişə də bax demişəm, deyəcəm də. Bax, bu pişik balaca bir pişikdir. Gözləri tutulmuşdu. Bunu gətirdim, açdım mən. Ha. Bundan qabaq da bir neçəsini aparmışam, müalicə elətdirmişəm. Bilənlər bilir yəni. Özünüzə yaxşı baxın, bilib bilmədən mühakimə eləməyin.